Hər kəsə salamlar. Deməli, Azərbaycanda son 1-2 ildə rüşvətə, korrupsiyaya qarşı güya mübarizə aparılır. Lakin biz bunun nəticələrini hələm görmürük. Bəli, biz yol polisçilərinin öz başlanğıcını çəkirik, yayırıq. Bəzən bunun nəticələri də olur. Yəni, yol polisçiləri cəzalandırılır, bəzilərini işdən qovurlar. Lakin görünür, bu bəzi digər məmurlar üçün, digər polislər üçün dərs olmur və onlar öz bildiyini eləməyə davam edirlər. Onlar rüşvət almağa davam edirlər. Biz də öz növbəmizdə öz fəaliyyətimizi davam etdiririk və son günlərdə daha bir yol polis işçisinin rüşvət almaq əməliyyatını çəkmişik və bunu sizə təqdim edirik.